Qadın cinsiyyət üzvlərinin ən çox yayılmış xəstəliklərindən biri də vaginal quruluqdur. Vagina, yəni uşaqlıq yolu həm anatomik, həm funksional cəhətdən həmişə nəmli bir bölgədir. Bəs nədən vaginal quruluqdan əziyyət çəkir qadınlarımız? Çünki vaginal bölgə əsasən də cinsi əlaqəni yaxşılaşdırmaq üçün burada olan dəhliz vəzlərindən selin ifrazı fonunda bu vaginal nəmlik hər zaman saxlanılır və bu da cinsi aktın daha rahat, ağrısız olmasına dəlalət edir. Bəs vaginal quruluq hansı problemlərdən dolayı yaranır? Bu əsasən hormonal pozğunluqdan yaranan bir problemdir və bəzənsə əmzirmə dönəmində də vaginada quruluq ola bilər. Bəs vaginal quruluğun hər hansı bir müalicə metodu varmı? Əlbəttə vardır. İlk öncə bu hər qadında fərqli problemlərdən dolayı olduğundan qadınlar fərdi şəkildə qiymətləndirilməlidir. Bəzən hormonal problemlərdən, bəzən iltihab fonunda qeyd elədiyim kimi, bəzənsə fizioloji olaraq laktasiya dönəmində baş verir. Biz bunun üçün əsasən hormonal müalicələr oral tabletlər şəklində və yaxud da ki intravaginal gellər, aplikatorlarla olunan müalicələr kimi dəyişik ola bilər və bir də vaginal quruluqda ən çox istifadə etdiyimiz müalicə yöntəmlərində biri PRP, lazer müalicəsi və yaxud da Joker müalicəsi, yəni mikroinyeksiyalar, əsasən də təbii gialüron turşuları ilə etdiyimiz müalicələrdir. Əziz xanımlar, vaginal bölgədə olan bu quruluq sizin əlbəttə ki həyat keyfiyyətinizi çox aşağı saldığı üçün mütləq şəkildə ginekoloq tərəfindən dəyərləndirilməsi bir durumdur. Əgər sizdə də bu problem varsa, vaxtında ginekoloqa getməyi unutmayın.